Cəmaata Allahı belə tanıtdırmayın, amandır, 3 gecə biz oyaq qaldıq, bizi bağışladı. Deyər, sənin Allahın nə çətin tutur, 3 gecə gələ oyaq qalasan. Yox, denən ki, mən evdən çıxırdım 19-cu gecə. Qərarlaşdım, durum gedim, məscidə bağışladım. Deyər, bəs nəcəb 3 gecəni ağladın, istiğfar elədin? Nəcəb? Denən ki, o bağışlamağına minnətdarlıq üçün idi. Qalanları bunun üçün idi. Mənim Allahım səriyyər rizadır, tez razı olandır. 3 gecə lazım deyil, oyaq qalasan, bağışlasın. Mənim Allahım deyir ki, baxın, görün, məscidə getməyə qərarıdır, əhyə saxlamaq istəyir və salam, silin günahlarını. Bəs qalan nalələr, göz yaşlarına, hamısı bu bağışlanmağın təşəkkürünü, ölənəcən təşəkkür eləsəm azdır, mənim günahlarımı bağışlamışsın. Bu mərhəmət və cavab bir ömür xəcalət deyən bu xəcalətin ifadəsidir.